Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olmuş Toxudan conjunction mövzusundan bir neçə testin izahına baxırıq. Əvvəlcə kanalımıza abunə olan, şərh yazan, bəyənən hər kəsə çox təşəkkür edirəm. Conjunction mövzusundan, yəni bağlayıcı mövzusundan testlər işləyərkən bir neçə asan yollar var ki, onları testlər üzərində də sizin üçün izah edəcəm. Əvvəldə də onu qeyd edeyim ki, mütləq variantda yanlış strukturları çıxın, bir-birinə bərabər olan bağlayıcıları çıxın ki, testləri yazmaq sizin üçün asan olsun. Yerdə qalan variantları isə mütləq və mütləq tərcümə etməlisiniz. Çünki tərcümə etmədən bu cümlənin səbəbmi, nəticəmi ya da zidmi bir cümlə olduğunu tapa bilməzsiniz. Ona görə də mütləq və mütləq tərcüməyə diqqət edin. Əvvəlcə birinci testə baxaq. Birinci testimizin sonunda was it yazılıb. Yəni ayrıcı sual cümləsidir. Sonuncu ikinci tərəf təsdiq olduğu üçün birinci tərəf inkar olmalıdır. Yanlış strukturları çıxsaq, either nor yox, either nor olmalıydı. C variantında neither or yox, neither nor. Y variantında isə neither nor olmalıydı. Ona görə AD arasında qalırıq. Bu ayrıcı sual dərsidir. Birinci tərəf inkar olmalıdır ki, ikinci tərəf təsdiq olsun. Ona görə burada cavab olur D variantı. A variantı təsdiq olduğu üçün çıxırıq. Tərcümədə deyir ki, the study was neither large nor light, was it? Sinif otağı nə böyük, nə də işıqlıdır. Elə deyilmi? Gəlin eyni ilə bu testin bir başqa formasına baxaq. 5-ci testdə. Demək, 5-ci testdə bizə verilib. Yenə ayrıcı sual ikinci tərəf təsdiq olduğu üçün birinci tərəf inkar olur. Variantlardan yanlış strukturları çıxdıq. Either or olmalıydı, neither nor olmalıydı, yedən neither nor olmalıydı. Bu sən təsdiqdir. Burada isə bizə inkar lazım idi. Ona görə D də A da çıxır. Cavab olur C variantı. Və tərcümədə deyilir. Onlar nə kəndə, nə də meşəyə yerləşdilər. Elədirmi? İndi isə 7-ci testə baxırıq. Yenə eyni ilə variantdan yanlış strukturları çıxaq. A yanlışdır. C-də either and yox or olmalıydı. D-də both or yox both and olmalıydı. Ona görə cavab olur ya B ya da Y. Artıq mütləq bu hissəni tərcümə etməliyik. Tərcümə ilə deyir ki, onun sənin köməyinə ya da puluna ya ehtiyacı var ya da yoxdur. İkinci tərəfdə deyir ki, he is very proud. O çox qürurludur. Demək ki, onun sənin nə puluna, nə də köməyinə ehtiyacı var. Çünki o çox qürurludur. Ona görə təsdiq yox, inkar olan variantı seçirik. Cavab olur Y variantı. İndi isə baxaq 11-ci testdə. They didn't go for a walk. Onlar gəzməyə getmədilər. It was raining. Əvvəldə də demişdim ki, mütləq testlərdə variantda bərabər olan sözləri çıxın. Although, so və but. Bunlar hər üçü eyni mənada. Amma ancaq lakin bağlayıcılarıdır və bu bağlayıcılar zidd olan cümlələrdə işlənir. Yəni bir-birinə bu cümlələr zidd olmalıdır. Baxırıq ki, cümlədə ziddlik yoxdur. Onlar gəzməyə getməyiblər çünki yağış yağırmış. Burada səbəb var ki, birinci cümlədəki hərəkətin səbəbi göstərilir. Onlar gəzməyə getmədilər çünki yağış yağırdı. Ona görə cavab olur Y variantı. Bəs anti variantı niyə olmur? Mənaca olmur. Çünki onlar gəzməyə getmədilər və yağış yağırdı. Bu mənaca uyğun gəlmir. Məsələn, arxası necə desəydi ki, və onlar film izlədilər ya da və onlar nə bilim futbol oynadılar. Belə tipli cümlələrdə and qoya bilərdik, amma bu cümlədə getməməklərinin səbəbi göstərilməli idi. 14-cü testə baxaq. Əgər nöqtələrdən əvvəl müqayisə dərəcəsində sifət gəlirsə, mütləq ora zən bağlayıcısı seçin. Çünki zən bağlayıcısı dandan mənası verir. Love is stronger than hatred. Sevgi nifrətdən daha güclüdür. Demək ki, burada müqayisə dərəcəsi olduğu üçün zən variantını seçirik. İndi isə gəlin 19-cu sualın izahına baxırıq. Əvvəlcə variantımızda bərabər mənalı sözləri çıxırıq. As, because eynidir. Yəni hər ikisi çünki deməkdir deyə variantda çıxırıq. Burada deyir ki, it was a huge fire. O böyük bir yanğın idi. The people managed to put it out. İnsanlar onu söndürməyi bacardılar. Put out söndürmək deməkdir. Demək ki, burada zid bir cümlə var. Hansı ki, yanğın çox böyük imiş, amma insanlar onu söndürməyi bacarıblar. Ona görə də biz burada ziddiyyət bağlayıcısı olan D variantındakı batı seçirik. Cavab olur D variantı. İndi isə 23-cü testin izahına baxırıq. 23-də ya cavab 2, 4-dür, ya da cavab 1, 3-dür. Çünki eyni mənalı sözlər bu ikisidir. Ona görə mütləq cümləni tərcümə etməliyik. Bizdə deyir ki, we were late for the lesson. Biz dərsə gecikdik. We hadn't caught the bus. Biz avtobusa çata bilmədik. Demək ki, yadımızda saxlayırıq. Zid var bu cümlə, daha doğrusu səbəb var bu cümlədə. Dərsə çata bilməmişik çünki avtobusa çata bilməmişik. Ona görə cavab olur burada 1, 3, B variantı. Bir daha qeyd edirəm. Burada bir cümlənin səbəbi var. The also isə ziddiyyət idi. Əgər bu cümlədə desəydik ki, avtobusa çata bildik, zid cümləsi olardı. Çünki tərcümə ilə deyirsən ki, biz dərsə çatdıq, biz dərsə gecikdik
baxmayaraq ki, avtobusa çatmışdıq. Yəni, məna olaraq belə bir əks cümlə verməli idi. İndi isə 29-cu testin izahına baxırıq. There was a lot of traffic. Çox deyir trafik var idi. We were able to get to airport in time. Biz vaxtında çatdıq. Biz vaxtında aeroporta çatdıq. Bu cümlədə ziddiyyət var. Çünki deyirəm ki, çox trafik var, tıxac var, amma biz aeroporta vaxtında çata bilmişik. Əslində burada çata bilməməli idik səbəb olması üçün, amma çata bilmişiksə ziddiyyət var. Ziddiyyət bağlayıcımız A variantındadır. So that's var. Eyni variant idi. Çünki isə mənaca uyğun gəlmir. Əgər desəydi vaxtında çata bilmədik, bu zaman çünki seçə bilərdik. İndi isə baxaq 36-cı testin izahına. Beethoven wrote magnificent music. Beethoven heyrətamiz musiqilər yazıb, o öz eşitməsini itirmişdi. Burada bir ziddiyyət var. Bir adam musiqi yazır və eşitməsini itirmişdi. Demək ki, ziddiyyət varsa biz burada seçirik A variantı. Because as eyni mənalı sözdür. If mənaca uyğun gəlmir, that da mənaca uyğun gəlmir. Demək ki, cavab oldu A. Baxmayaraq ki, eşitməsini itirmişdi, amma o möhtəşəm mahnılar yazırdı. İndi isə 39-cu testin izahına baxırıq. 39-da yazılıb ki, Anna's father gave her some good advice. Annanın atası ona yaxşı məsləhət verdi və o da ona əməl etdi. Burada nə qoya bilərik? Yaxşı məsləhət verib, o da ona əməl edib. Burada heç bir ziddiyyət yoxdur. Ona görə 1 və 4-ü çıxırıq. Cavab olur 2, 3, Y variantı. Və onu izlədi, ona görə də onu izlədi, yəni ona əməl etdi. Burada bir şey qeyd edeyim sizə. So, ona görə də deməkdir. And bağlayıcısı da və deməkdir. Bunlar bəzi testlərdə bir-birinə sinonim kimi uyğun gələ bilər. İndi isə 42-ci testin izahına baxırıq. 42-də bizdən nə soruşur? Maşının these cars are the same price. Maşın eyni qiymətədir. Different quality, müxtəlif keyfiyyətədir. Burada bir ziddiyyət var. Ziddiyyət bağlayıcımız yenə burada B variantıdır. Maşın eyni qiymətədir, lakin müxtəlif keyfiyyətədir. Ona görə cavab olur B variantı. 48-ci testin izahına baxırıq. 48-də deyir ki, Mr. Brown'un nitqi uzun idi. Nobody lost interest. Heç kim marağını itirmədi. Normal halda nitqi uzun olan, yəni bir danışıq uzundursa, hər kəs ora öz marağını itirməli idi. Lakin burada ziddiyyət var. Uzun olmasına baxmayaraq heç kim itirməyib. Ziddiyyət bağlayıcımız C variantındakı zo'dur. Ona görə cavab olur C variantı. İndi isə baxaq 53-cü testin izahına. Keçən gecənin stormu tufanı dağıtdı günə işıq xətlərini və burada nə olub? Şəhər işıqsız qalıb. Demək ki, birinci cümlədəki olan hadisənin nəticəsi olaraq da ikinci cümlədəki hərəkət baş verib. Burada heç bir ziddiyyət yoxdur deyə whereas, but, also variantlarını çıxırıq. Çünki bunlar ziddiyyət bağlayıcısıdır və hər biri bir-birinə bərabərdir. If mənaca uyğun gəlmir, cavab olur D variantı. Deyir ki, dünənin tufanı işıq xətlərini dağıtdı. Ona görə də, therefore, ona görə də şəhər işıqsız qaldı. İndi isə baxaq 59-cu testin izahına. Belə çox uzun olan testlərdə mütləq struktur səhvlərini çıxın ki, variantınız azalsın. Demək ki, burada both and neither quruluşu var. And, not only but also, both and ya da not only and belə bir struktur yoxdur. C variantı çıxır. Either or ya da eləcə or, neither nor, neither nor. Demək ki, strukturca bunların hər biri uyğun gəlir. İndi biz bunu mütləq tərcümə etməliyik. Birinci cümlədə deyir ki, do you like this book? Sən bu kitabı xoşladın? It is. İndi bu adam öz fikrini deyir ki, sən bu kitabı xoşladın. Ya deyir bu həm maraqlı, həm də faydalıdır, ya da deyir ki, nə maraqlı, nə də faydalıdır. İkinci tərəfdə isə deyir ki, I don't think so. Mən belə düşünmürəm. Demək ki, birinci adam nə deyirsə, ikinci adamın fikri ona əksdir. Məsələn, bu deyir ki, məncə sən bu kitabı bəyəndin, bu həm maraqlıdır, həm də faydalıdır. O da deyir ki, yox, mən elə düşünmürəm. O nə faydalıdır, nə də maraqlıdır. Ya da
əksi olmalıdır. İndi əgər biz buna qoysaq A variantı, tərcümə belə olur. Mən düşünürəm ki, sən bunu bəyəndin. Mən düşünürəm ki, bu həm maraqlıdır, həm də faydalıdır. O deyir ki, yox, mən belə düşünmürəm. It is neither interesting nor useful. O nə maraqlıdır, nə də faydalıdır. 59-da A variantı mənaca uyğun gəlir. Amma digər variantları mütləq hər zaman tərcümə edin. B variantında deyir ki, məncə bu maraqlıdır, həm də faydalıdır. O da deyir, yox, mən elə düşünmürəm. Sonra deyir ki, o nəinki maraqlı, həm də faydalıdır. Xeyr, bu bunu təsdiq etməməlidir. Çünki burada demişdi ki, mən elə düşünmürəm. Yəni, bu cümlə bizə ipucu verir ki, mən elə düşünmürəm. D variantında da eyni qaydadır, həm elədir, həm belə. Y variantında isə deyir, mən düşünürəm ki, birinci cümlə deyir ki, o həm nə maraqlı, nə də faydadır. Bu da deyir ki, mən elə düşünmürəm, o nə faydalı, nə də. Yəni, biri təsdiq, biri inkar olmalıydı. Ona görə burada cavab olur A variantı. İndi isə baxırıq 63-cü testin izahına. 63-cü testdə bizdən nə soruşulur? Variantlarımıza baxırıq. Because and so. So burada ümumiyyətlə əks mənalı sözdür. Bilirik ki, bunların heç biri so ilə sinonim deyil. Ona görə bunu heç mənaca uyğun gəlməz, amma yenə də baxaq. It was terribly hot on the beach. Deyir ki, çimərlikdə dəhşətli dərəcədə isti var idi. We took the children home. Biz uşaqları ev apardıq. Demək ki, nəticədə də biz uşaqları ev aparmışıq. Olmalıydı, ona görə də uşaqları ev apardıq və uşaqları ev apardıq. 2 və 3 doğrudur. Ona görə cavab olur A variantı. Çünki mənası uyğun gəlmir. Zo baxmayaraq ki, mənası uyğun gəlmir. Ona görə cavab oldu 2 və 3. Bir daha sizə burada bir qeyd deyim. Bəzən uşaqlar cümlələri yanlış tərcümə edirlər. Deyirlər ki, məsələn, biz uşaqları evə apardıq çünki hava isti idi. Xeyr, belə cümlənin yerini dəyişə bilməsən. Əvvəlcə birinci bu cümləni tərcümə etməlisiniz, sonra bu cümləni tərcümə etməlisiniz. Və bağlayıcı hansı cümlənin önündədirsə, həmin bağlayıcını o cümlə ilə tərcümə etməlisiniz. Məsələn, deyirəm ki, çimərlikdə çox isti idi, çünki uşaqları ev apardıq. Görürsünüz, çünkini bura qoysaq məna oturmur. Ona görə də burada 1 yanlışdır. Cavab olur 2 və 3. İndi isə gəlin 65-ci testin izahına baxaq. 65-də bizdən nə soruşulur? Strukturca səhvimiz varmı? 4-də eyzə nor olmaz. O sənt, not only but also neyzə nor uyğun gəlir. İndi tərcümə edək. Some visited and remembered the corners of the city. Some deyir şəhərin hər bir nöqtəsini ya həm bilirdi, həm ziyarət edib, həm də bilirdi, ya da nə bilirdi, nə də bilmirdi. Sonra deyir ki, çünki o bura bələd idi. Qayıt bələd olmaq deməkdir. Çünki o bura bir bələdçi idi burada. Ona görə də bələdçi imişsə demək ki, xatırlayır. Nəinki gəzib, həm də xatırlayır. 1 düzdür, həm də 2 də düzdür, amma 3 yanlışdır. Çünki deyirəm ki, nə xatırlayır, nə də gəzib. Sonra ikinci cümlədə deyə bilmərəm ki, o bura bələddir. Ona görə 1, 2 cavab olur A variantı. İndi isə gəlin 69-cu testə baxaq. 69-da bizə deyir ki, strukturca səhvimiz varmı ona baxırıq? Yoxdur. Hər söz ayrı mənalıdır. Demək ki, tərcümə etməliyəm. You will never feel safe. Sən heç vaxt safe, təhlükəsiz hiss etməzsən. If you drive so fast, sən belə sürsən. Əgər belə sürsən, heç vaxt özünü təhlükəsiz hiss edə bilməzsən. Ona görə cavab olur A. B variantındakı anlayış əgər sürməsən deməkdir. Ona görə bu uyğun gəlmir. C variantı baxmayaraq ki, sürətli sürürsən, belə təhlükəsiz hiss etmirsən, bu uyğun gəlmir. Before da mənaca uyğun gəlmir ki, sən sürməzdən əvvəl hiss etmirsən, orada uyğun gəlmir, çünki yoxsa hiss etmirsən. Cavab ona görə olur 69-da A variantı. İndi isə 72-yə baxaq. Mənim oğlum riyaziyyatdan yaxşıdır. Literaturedən, yəni ədəbiyyatdan pisdir. Demək ki, burada bir ziddiyyət var. Ona görə cavab olur B variantı. Tərcümə ilə till until mənacı eynidir, as because eynidir. Ona görə cavab olur B. 74-də baxırıq strukturca səhvlərimiz hardadır? Adda bosor olmaz, neyzə or olmaz, neyzə or olmaz. Cavab oldu ya B ya da Y. İndi tərcümə edirik.
Neither nor ya da Bosan, his friend is invited to the party. Əslində nə John, nə də onun dostu partiyaya dəvət olundu, ya da həm John, həm də onun dostu partiyaya dəvət olundu. Məna ilə düzdür. Amma mütləq bu nüansa diqqət edin. Neither nor'dan sonrakı xəbər özü ilə uzlaşır. Yəni buradakı mübtəda, buradakı xəbərlə uzlaşır. Bosan da isə mütləq cəm xəbər gəlməlidir. Ona görə tez qaçıb bu cümlənin xəbərinə baxırıq. Aha, baxdıq ki, burada iz var. İz varsa demək ki, Bosan da olmaz. Bosanın xəbəri cəm olur. Cavab oldu Y variantı. Tərcümədə deyir ki, nə John, nə də onun dostu partiyaya dəvət olunmayıb. Burada seçməli səbəbimiz sadəcə izdir. Çünki neither nor'un xəbəri sonuncu mübtəda ilə uzlaşır. Friend təkdə olduğu üçün xəbər də təkdə olmalıydı. Ona görə cavab oldu Y. Bosan da xəbəri bir daha qeyd edirəm, cəm olur. 78-ci testə baxırıq. My neighbors make excellent barbecues. Mənim qonşum mükəmməl kabab hazırlayır. He often invites me. O bizi tez-tez dəvət edir. Əvvəlcə gəlin burada eyni olanları çıxaq. But though eynidir çıxırıq. Because çünki and və or yoxsa. İndi baxaq. Mənim qonşum yaxşı, mükəmməl şəkildə kabab hazırlayır və bizi dəvət edir. Olar. Ona görə D variantı doğrudur. Çünki bizi dəvət edir. Mənaca bu uyğun gəlmir. Ya da or yoxsa bizi dəvət edir. Mənaca uyğun gəlmir. Cavab olur D variantı. İndi isə gəlin 82-ci testə baxaq. Come and visit us. Gəl bizi ziyarət et. You are in Scotland. Şotlandiyaya gələndə gəl bizi ziyarət et. Mənaca hansı oturmur? But oturmur, gəl bizi ziyarət et, lakin sən Şotlandiyaya gələndə and uyğun gəlmir. Gəl bizi ziyarət et və Şotlandiyaya gəl. So ona görə də Şotlandiyaya gəl. As soon as uyğun gəlir, çünki gələndə gəl bizi ziyarət et mənasını verir. Gələn kimi gəl bizi ziyarət et və ya isə yenə burada tamamlıq budaq cümləsi yoxdur ki, biz oraya VR qoyaq. İndi isə 87-ci testin izahına baxırıq. 87-də yazılıb ki, o südü soyuducuya qoydu, o spoil olmayacaq, yəni korlanmayacaq. Birinci ziddiyyətləri çıxaq. But also eyni mənada çıxdıq. If, so that, or. If əgər deməkdir. Əgərdən sonra wouldn't olmamalıydı gələcək. Həm də ki, if bura uyğun gəlmir. O soyuducuya qoydu, ona görə də o korlanmayacaq olmalıydı. Ona görə cavab olur D variantı. İndi isə 88-ə baxırıq. Əgər ziddiyyət varsa ya da eyni bağlayıcılarımız varsa onu çıxırıq. Because, çünki, since, çünki çıxırıq. Whether, movie, even though, hətta, therefore ona görə də. İndi tərcümə eləməliyik. Deyir ki, qaranlıq və cloudydir. Yəni bulutlu bir gündür. Qaranlıq və bulutlu bir gün imiş. Mr. Marvel də durub neyiniyib? Öz günəş eynəyini taxıb. Put on geyinmək, taxmaq deməkdir. Demək ki, adam niyə qaranlıqda günəş eynəyi taxsın ya da bulutlu havada günəş eynəyi taxsın? Demək ki, burada bir ziddiyyət var. Ziddiyyət varsa cavab oldu D variantı. Tərcümədə deyir ki, baxmayaraq ki, qaranlıq və bulutludur, Mr. Marvel öz günəş eynəyini taxıb. Bununla da conjunction dərsindən, yəni bağlayıcı dərsindən bəzi testlərin izahına baxdıq. Testlər üzərində izah edərkən qaydalardan da sizə nümunələr dedim. Növbəti videolarda görüşərik. Kanalımıza abunə olmağı, şərh yazmağı unutmayın. Hər kəsə dinlədiyi üçün, abunə olduğu üçün çox təşəkkür edirəm.